Ciao a tutti. Hər kəsə salam əziz izləyicilər. Bugünkü dərsimiz İtalyancada olacaq. İtalyan dilində olduğumuz bir yerdə və yaxud da ki, hər hansısa bir yerdə hava haqqında məlumat vermək və yaxud da ki, havanın necəliyi barəsində məlumat vermək üçün bizə lazım olan ifadələri öyrənəcəyik. Çəkiliş zamanı Murad yoldaşımız bizə köməklik edəcək. O sualları verəcək. İndi hava məlumatlarını demək barəsində biz həmin suallara cavab verəcəyik. Başlayaq indi birinci ifadəmizdən hansı ifadələrdən istifadə edəcəyik? İlk olaraq, hava günəşli və ya isti olarkən hansı ifadələrdən istifadə edilir? Bəli, günəşli və isti olarkən ümumiyyətcə İtalyan dilində hava məlumatlarını deyərkən iki feildən istifadə olunur. Birinci feilimiz essere. Essere feilini biz bilirik, olmaq deməkdir. Üçüncü şəxsin təkində istifadə olunacaq essere. İkinci feilimiz isə fare feilidir. Fare etmək deməkdir. Bunu da biz öyrənmişik, fare. Bunlar haçan istifadə olunacaq və hansı məqamlarda istifadə olunacaq? Birinci növbədə essere feilindən başlayırıq. Günəşli olarkən ilk öncədə biz bilməliyik ki, günəşli sözü nə deməkdir? Günəşli soleggiato. Soleggiato günəşli deməkdir. Deyirik, bugün hava günəşlidir. Hava sözü il tempo hava deməkdir. Oggi il tempo è soleggiato. Bugün hava günəşlidir. Biz burada bildik ki, essere feil formasının üçüncü şəxsinin təkində idi. Ona görə də biz oggi il tempo è soleggiato dedik. Bugün hava günəşlidir. İsti olarkən isə deyirik. Bu zaman biz burada esseredən istifadə etməyəcəyik. Burada fare feilindən istifadə edəcəyik. Niyə fare oldu? İtalyan dilində qanun belədir. Fare feilindən istifadə edirik. Baxmayaraq ki, feilin tərcüməsi etmək deməkdir. Hava ilə əlaqəsi yoxdur, amma biz burada deyirik ki, fa caldo, hava istidir. Və yaxud da ki, fa molto caldo, hava çox istidir. Caldo isti deməkdir. Fa caldo, hava istidir. Necə ki, ingilis dilində belə deyirik. It is sunny, hava günəşlidir. Yəni, bugün günəşlidir. Orada havadan söhbət gedmir. It is, yəni bilinir ki, burada söhbət havadan gedir. Fa da burada fare feili. Üçüncü şəxsin təkində fa bilinir ki, havadan söhbət gedir. O zaman isti olarkən və yaxud da günəşli olarkən bu terminlərdən istifadə edirik. Birinci növbədə il tempo oggi. Oggi bugün deməkdir. Oggi il tempo è soleggiato. Bugün hava günəşlidir və yaxud da fa caldo, hava istidir. Və yaxud da fa molto caldo, hava çox istidir. İkinci ifadəmizə baxaq. İkinci ifadəmiz hava buludlu və yağışlı olarkən hansı ifadələrdən istifadə edirik? Bəli, buludlu olarkən deyirik. Buludlu olarkən hava demirik. Burada bir diqqət edəcəyimiz məqam var. Hava demirik, yəni səma deyirik. Səma buludlu olur. Səma deyərkən il cielo. Il cielo səma deməkdir. Buludlu sözü isə nuvoloso. Nuvoloso buludlu deməkdir. Deyirik ki, oggi il cielo è nuvoloso. Səma bugün buludludur. Oggi il cielo è nuvoloso. Səma bugün buludludur. Il tempo da deyə bilərik. Misal üçün, oggi il tempo è nuvoloso. Bunu hər kəs başa düşəcək ki, yəni hava bugün buludludur. Amma İtalyan kimi desək, bir İtalyan kimi desək, il cielo deməliyik. Çünki səmada buludludur. İtalyan düşüncəsidir. Ona görə deyirik, yenə də təkrar edirik. Oggi il cielo è nuvoloso. Səma bugün buludludur və yağışlıdır deyərkən, yağışlı sözü piovoso. Piovoso yağışlı deməkdir. Oggi il tempo è piovoso. Hava bugün yağışlıdır. Oggi il tempo è piovoso. Hava bugün yağışlıdır. Oggi sözünü desək də olar, deməsək də olar. Bunu oggi sözün ironi olsun deyə, yəni oggi bugün deyə bilərik, dünən də deyə bilərik, sabah da deyə bilərik, amma burada zaman dəyişildiyinə görə biz sadə, indiki zamandan dediyimizə görə oggi nümunəsini veririk. Üçüncü ifadəmizə keçək. Hava küləkli və ya fırtınalı olarkən hansı ifadələrdən istifadə edirik? Küləkli olarkən ilk növbədə küləkli nə deməkdir? Ventoso, ventoso küləkli deməkdir. Ventoso. Deyirik, hava bugün küləklidir. Oggi il tempo è ventoso. Hava bugün küləklidir. Fırtınalı sözü isə temporalesco. Temporalesco fırtınalı deməkdir. Əgər biz deyiriksə ki, oggi il tempo è temporalesco, o zaman fırtınalıdır deyirik. Amma İtalyan kimi desək, bugün bir fırtına var. Biz belə deməliyik. Necə ki,
buludlu olarkən dedik səma buludludur, səmada bulud var, belə dedik. İndi də biz deməliyik ki, bu gün fırtına var. Bir fırtına var demək üçün fırtına da temporale deməkdir. Fırtına temporale. Biz deyirik ki, oggi c'è un temporale. C'è var deməkdir. Oggi c'è un temporale. Bu gün bir fırtına var. Yəni küləkli və fırtınalı ifadələrində öyrəndik. Dördüncü və sonuncu ifadəmiz qarlı və dumanlı hava şəraiti olarkən hansı ifadələrdən istifadə edirik? Qarlı və dumanlı hava şəraitində qarlı sözü nə deməkdir? Nevoso, qarlı deməkdir. Nevoso. Oggi il tempo è nevoso. Bu gün hava qarlıdır. Hava qarlıdırsa avtomatik olaraq hava soyuqdur da deyə bilərik. Soyuq sözü freddo, soyuq deməkdir. Freddo biz bayaq öyrənmişdik. İsti sözü caldo, isti deməkdir. Deyirdik ki, fa caldo, hava istidir. İndi isə freddo sözünü öyrəndik. Soyuqdursa, fa freddo da deyə bilərik. Hava soyuqdur, fa freddo. Əgər çox soyuqdursa, deyirik ki, fa molto freddo, hava çox soyuqdur. Əgər hava buludlu, dumanlıdırsa, duman olarkən nebbioso, dumanlı deməkdir. Nebbioso, dumanlı deməkdir. Biz deyirik ki, bugün hava dumanlıdır demirik, biraz ironidən kənara çıxaq, misallardan kənara çıxaq. Bu sabah, yəni bu səhər dumanlıdır deyə bilərik. Bunu necə deyirik? Questa mattina è nebbioso. Questa mattina è nebbioso. Yəni questa mattina bu sabah, bu səhər deməkdir. Essere feilidir, üçüncü şəxsin təki. Nebbioso isə dumanlı deməkdir. Questa mattina è nebbioso. Bu sabah, yəni bu səhər dumanlıdır. Ümumiyyətlə hava əgər bir halda var, hava əgər həm dumanlı, həm günəşli, qarışıq formada hava varsa, bilmək olmur, dumanlıdır və yaxud da ki, günəşlidir. Bu zaman qarışıq hava üçün müəyyən olunmuş termin var. Variabile. Variabile qarışıq deməkdir. Əgər hava qarışıqdırsa, deyirik. Oggi il tempo è variabile. Bugün hava qarışıqdır. Yəni bu terminlərdən istifadə etməklə İtalyan dilində hava haqqında məlumat verməyi, havanın necəliyi barəsində kimdənsə danışırıqsa telefon vasitəsilə və yaxud da ki, kimsə bizdən nəsə soruşursa, bu məlumatları verə bilərik. Ümid edirik ki, bizim bu videomuza baxanlar bizdən nəsə öyrənəcək. Kanalımızı bəyənin, abunə olun. İtalyan dilindən başqa da digər xarici dillərdə Alman dili, İspan dili, Yunan dili, Fransız dili və digər dillərdə də hava haqqında məlumatları öyrənmək istəyirsinizsə, necə məlumat vermək lazımdırsa, onu öyrənmək istəyirsinizsə, kanalımızı bəyənin, abunə olun, videomuzu bəyənin. Sonda isə sizlərə bir sual buraxırıq. Yəni, necə olacaq? Tu come il tempo nella tua città? Bəs sənin olduğun yerdə və yaxud da ki, sənin şəhərində hava necədir? Zəhmət olmasa baxan izləyicilər, hər kəs bizim videomuza baxanlar bu sualımıza cavab verir, amma İtalyan dilində videomuzun altında şərhləri gözləyirik.